Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Nərdarandayam. Nərdaranda Ləhəc bağlarında belə bir gözəl bağ evi çıxıb satışa. Mən də gəldim, çəkim, sizə təqdim edeyim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Həqiqətən də bugün təqdim etdiyim ev çox möhtəşəm, çox səliqəli və keyfiyyətli bir evdir. İnşallah gələndə də görərsiniz ki, sözümüzdə qəti olaraq yalan yoxdur dostlar. Deməli, Ləhəc bağlarında 8-ci dalanda əsas yoldan 300-350 metr məsafədə 9 sot torpaq sahəsində 560 kvadratlıq 5 otaqlı bir yeni bağ evidir. Ümumiyyətlə bağ evində demək olar ki, heç yaşayış olmuyor. Çalışacağım sizə qısa məlumat verim. Hər hansısa sualınız yaranarsa, istənilən vaxtı bizimlə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verirəm. Dostlar, su, qaz, işıq daimidir, sənədləri qaydasındadır. İlkin qiyməti 795.000 manatdır. İnşallah ki, real müştəriyə endirim olunacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. İndi isə qısa olaraq bağla sizi tanış edeyim. İnşallah ki, siz də bəyənərsiniz, paylaşım edərsiniz dostlar. Bizə dəstək olmağı unutmayın. Bağ evin girişi belə bir pultla darvaza, yanında əl qapısı, dəyərli izləyicilər. Girişdən evin görünüşü belə görsənir. Modern üslubda inşa olunub. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Girişdən sol tərəfdə də, sağ tərəfdə də yaşıllıq zolağı, dekorativ ağaclar dostlar. Çox baxımlı və səliqəli bir bağ evidir. Nəzərinizə çatdırım ki, həyətə rahat 10-12 maşın yerləşə bilər, çox rahat yerləşə bilər. Məhəllədə də istənilən qədər maşın saxlamaq olar. Deməli dostlar, evin görünüşünü gördünüz. Evin qarşısında belə bir böyük daşma hovuzu mövcuddur. Ən azından 12 metrlik bir hovuzdur. Belə yaşıllığın içərisində belə bir söhbətgahı. Yəni, həqiqətən elə bağlar var ki, adam orada söz tapıb danışmağa çətinlik çəkir. Çox gözəldir. İnşallah canlı da baxanda şahidi olarsınız. Deməli, burada saxlanc yeridir, sanitar qovşaqdır, həyətin sanitar qovşağı. Burada manqalxanası, yanında mini mətbəxi. Evin sağından solundan hava işləmək üçün yetərincə geniş bir yer var. Kombi otağı falan evin arxasında yerləşir. Oranı təqdim edib vaxtınızı almaq istəmirəm. Ehtiyac su çəni, kamera xəttləri falan bunlar hamısı atılıb. Yəni müasir evdir. Bugünün tələbləri nədirsə, hamısına riayət olunub. Evin qarşısında belə bir gözəl veranda teras mövcuddur. Qonaq otağından da, mətbəxdən də bura çıxış var dostlar. Həyətin ümumi görünüşü belə görsənir verandadan. Bir sözlə, özü üçün ideal səliqəli bağ evi axtaranlar mütləq ki, əlaqə saxlasın. Bu sizin üçün çox ideal bir variant ola bilər. Sibrizlə təbii ki, üzbüzdür, 8-ci dalan bilənlər bilir. Qısa olaraq evin içi ilə də sizi tanış edəcəm. Evə daxil olduq. Belə bir geniş hol hissəsi. Deməli, girişdə qardirob falan hamısı var dostlar. Burada paltar yuvan üçün yer. Holda evin əsas hamam otağı, sanitar qovşağı yerləşir. Ümumilikdə 5 otaqlıdır. Bura qonaq otağı və mətbəx bir yerdədir. Zal, studiya deyək. Hamısı yenidir, yaşayış olmayıb. İnanın ki, yenə də deyirəm, artıq nəsə danışmağa ehtiyac yoxdur. Ev maşallah olsun, çox səliqəlidir, həddindən artıq. Bir az vurgulamışdım, verandaya çıxış var buradan. Burada birinci mərtəbədə belə bir yataq otağı, istirahət otağı, nə desəz etmək olar. Ümumilikdə birinci mərtəbə istif oldu, dəyərli izləyicilər. Tam olaraq da kermogranitdir, yataq otağı laminatdır. Burada da pləkanın altında şkaflar, qardıroblar. İkinci mərtəbəyə qalxaq dostlar. Tam olaraq monolit beton. İkinci mərtəbəyə pləkanın gördüyünüz kimi pirillası şüşədir, şüşə pirillası dostlar. Bura ikinci mərtəbənin hol hissəsidir. Ümumilikdə ikinci mərtəbədə 3 yataq otağı var, 2 hamam otağı var. Bura ikinci mərtəbənin əsas hamam otağıdır. Hamam otaqları çox böyükdür. Bura birinci yataq otağıdır, ikinci mərtəbədə dostlar. Bura
İkinci yataq otağıdır. Hamam otağında, üzr istəyirəm, ikinci mərtəbədə ikinci yataq otağıdır. Hamam otağı olan yataq otağı sonuncudur, üçüncüdür. Bura böyük yataq otağıdır. Bunun daxilin özünün hamam otağı var. Təbii ki, sanatoy və uşaqlar bir yerdə və burada yataq otağına aid olan geniş qarlı otağı. Nəzərinizə çatdırım ki, yataq otağının ikisindən terasa, balkona çıxış var. İkinci mərtəbənin terasına, balkonda. Da ümumi olaraq ikinci mərtəbədən görüntü, mənzərə. Yəni gördüyünüz kimi əsas yoldan maksimum 300-350 metr məsafədə yerləşir. Deməli dostlar, Nərdəranda Ləhəc bağlarında 9 sot torpaq sahəsində 560 kvadrat, 5 otaqlı yeni yaşayış olmayan bağ evi 795 min manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməklə qalın. Biz sizə daha müasir, daha yeni bağlar təqdim edirik.